Hoş gördük Həmidə mi? Qaçağın əmi, xoş gördük, xoş gəlmişsən. Gəl görüm içəri. Qaynanan səni çox istəyirmiş. Bu saat xörəyə hazır olacaq. Dənbədəndir, Eldar da indicə gələcək. Bu divarları niyə ağartmırsınız? Belə yaxşı deyil. Kimdir bundan məşğul olan? Qoca şişiyəm, hövsələ ağabeydi məndə. Eldara deməkdən də yorulmuşam, fikir vermir. Kömək eləyin. Özüm eləyərəm, keç otur. Bu saat hazır olacaq. Onda işinizdə olun, mən Faik ilə dəyim qayıdıram. Çox yaxşı. Onu da çağır. Qızarmış balıq onun xoşuna gəlir. Yaxşı. Amma tez gəlin, ha. Xoş gördük şeydə. Xoş gördük. Tanıdın? Bəs necə? Necəsiz? Yaxşıyıq, sağ ol. Faik evdədir. Yatır. Gözlə, birazdan duracaq. Eldar gildəyəm. Yuxudan anan kimi diqqəsini aşağı. Yaxşı, deyərəm. Sağ ol. Əli! Əli! Çoxdandır görünmürsən. Anan necədir? Yaxşıdır, sağ olun. Darıxır yaman. Salam deyil. Göndərən sağ olsun. Eldar can gələmişdi. Açan, demədi sizdə ya? Əlbəttə dedi. Dedi, birazdan gələcəm. Niyə inmirsən? İştahım yox. Deyirəm, bəlkə bir hadisə olub işte. Yoxsa özünü harada olsa yetirərdi. Gəlməyinə yaman sevinirdi. Bəs necə? Eldar səni çox istəyir. O bir uşaqlar da elə. Sən köçəndən yaman darxırlar. Ola bilər. Başa düşmədim. Ola bilər nədir? Həmid də, özün dedim. Adamın yaxın bir dostu ola, uşaqlıq dostu. Özdə ildən çox sənə zəng vurmaya, götürüb birdən-birə zəng eləyə. Sən də biləsən ki, vacib, çox vacib işim var. Yəni, yarım saatlıq işi bıraxmaq olmaz. Nə böyük şeydir ki. Elə Faik. Kişi yatır özü üçün. Mən 10 sutka yatmayayım, uşaqlardan biri bizə gələ. Elə şey olar ki, yerimdən qalxmayayım, onu qapının ağzında saxlayıb. Telefon. Sən çayın dəlinə bax, qaynamasın.